Salam dəyərli izləyicilərimiz. Bu gün Azərbaycanımızın ən gözəl güşələrindən biri olan Şirvan şəhərindəyik. Qabaqcıl və nümunəvi şagirdlərimizi tanıtmağa davam edirik. Özünü təqdim elə. Abbasov Məhəmməd Əli. Ata adın? Cəfər. Abbasov Məhəmməd Əli Cəfəroğlu. Hansı məktəbdə oxuyursan? 11 sinifində. 11 saylı məktəbdə oxuyursan. Bəli. Böyüyəndə hansı peşənin sahibi olmaq istəyirsən? Əsgər. Hərbiçi olmaq istəyirsən. Məhəmməd Əli, valideynlərin sənin üçün bu qədər əziyyət çəkirlər, sən arxada ayaq dururlar, oxudurlar, böyüdürlər. Sən onlara nə söz vermək istəyirsən? Söz verirsənmi ki, onların hər bir əziyyətinin qarşılığını oxuyaraq verəcəksən? Bəli. Böyüyəndə də hərbiçi olmaq istəyirsən. Niyə hərbiçi olmaq istəyirsən? Əsgərlər. Xoşlayırsan hərbiçi Bəli. olmağa həvəsin var. İnşallah. Boş vaxtlarında nə ilə məşğul olursan? Boş vaxtlarımda bacımla oyun oynayıram zətlər. Dərslərinlə məşğul olursan. Dərslərinlə məşğul olursanmı? Bəli. Məhəmməd Əli, sən bizə söz verdin ki, oxuyacaqsan, hərbiçi olacaqsan. Biz də sənə Çağdaş komandası olaraq söz veririk ki, hər zaman sənin arxanda biz varıq. Çox sağ ol. Salam dəyərli izləyicilərimiz, mən Məhəmməd Əlinin bacısını sizə təqdim etmək istəyirəm. Mən Abbasov Rüqəyə Cəfər qızı. Aha, atan haqqında nə danışmaq istəyirsən Rüqəyə? Atam 1-ci Qarabağ müharibəsində döyüşmüşdü və 2-ci qrup Qarabağ əlində. Qardaşın Məhəmməd Əli haqqında nə deyə bilərsən? Qardaşım Məhəmməd Əli Abbasov Cəfəroğlu 11 nömrəli məktəbin 3-cü sinif şagirdidir. Sən məktəb bitirmisən. Bəli. Qardaşınla boş vaxtlarında nə işlə məşğul olursunuz? Domino oynayır, şəkil çəkir. Ailədə neçə üzvünüz var? Atan, anan? Ailədə atam, anam, 3 bacı, bir qardaşım. 3 bacın, səndən sonra da 2 bacın var. Bəli. Allah saxlasın. Qardaşın arxa dayağı, yəqin ki sən böyük bacısan. Allah səni qorusun. Çox sağ olun. Qardaşın arxa dayağı həmişə bacıları olur. Sən bacılarına nə söz vermək istəyirsən Məhəmməd Əli? Yaşca onlardan kiçik belə olsan, sən onlara nə söz verirsən? Böyüyəndə onlara arxa dayaq. Olacaqsan onlara arxa dayaq. İnşallah. Biz də sizə Çağdaş komandası olaraq söz veririk ki, hər zaman yanınızdayıq. Çox sağ olun.